Türk dünyasının mədəni irsini yaşadan nüfuzlu beynəlxalq tədbirlərdən biri olan Dədə Qorqud Festivalında bu il Azərbaycanlı sənətçilər də uğurla təmsil olunublar. Onlardan biri də ifası ilə festival səhnəsinə çıxan Məbud Əhmədov olub. Bayburtda keçirilən tədbirdə sənətçi Azərbaycan musiqisini tamaşaçılara təqdim edərək alqışlarla qarşılanıb. Festival çərçivəsində onun çıxışından maraqlı görüntülər də lentə alınıb. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşkimə inan. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar. Qeyd edək ki, festivalda Azərbaycanın əməkdar artisti, bəstəkar müğənni Elza Seyidcahan da səhnə alaraq ölkəmizi uğurla təmsil ediblər. Təşəkkür edirəm, çox sağ olun. Bu gözəl. Ənənəvi sualı verəcəm. Onlar cavab versin. Əlaydı, çox sağ olsunlar, əziyyət çəkiblər. Dəqiq. sağ olsunlar. Dəqiq. Elə yoldaşların sözünə qoşulmaq istəyirəm. Sadır Alğazı belə demirdiniz. Əsas odur ki, orada səslənən cümlələr çox qəşəng cümlələr idi. Bəli. Kadrlara baxma. Səsə Sən indi qulaq as. burada Elə sən kadrlara yaraşıqlısan, baxanda səni səsə qulaq görürlər. as. Səsə qulaq as. Hə, orada danışıqlara qulaq asırlar. O da ki, çox gözəl idi, mükəmməl cümlələr idi. Çox sağ olun, var olun, əziyyət çəkiblər. Dəyərdir də bu Təşəkkür insana edirəm. təşəkkür İndi keçək edirik. səfər haqqında danışmağa. Səfər haqqında istərdim biraz danışım. 30-cu Beynəlxalq Dədə Qorqud Festivalı idi, hansı ki, bu festivalın əsas məqsədi təhsil, idman və mədəniyyətlə bağlı idi. Azərbaycandan isə mən və Respublikamızın əməkdar artisti Elza xanım Seyidcahan iştirak edirdi. Mən salamlayıram efir vasitəsilə Elza xanımı. Çox gözəl bir festival oldu və bu festivala mən belə deyim, dəvət üçün təşəkkür edirəm. Naqif müəllim Həmzəyevi deputatımızı salamlayıram. Festival çərçivəsində bir çox dövlətlərdən nümayəndələr oldu, iştirakçılar oldu. Və orada mən Bəhram Nəsibovun Qarabağ mahnısını səsləndirdim, sözün musiqisi olduğu və eyni zamanda Yandırdın qəlbimi adlı bir mahnımız və orada oranın icra başçısı təklif elədi ki, Türkiyənin Cumhurbaşqanı olan Erdoğan'ın sevdiyi musiqilərdən bana hər şey seni hatırlatıyor. O mahnını da səsləndirdim və onlar üçün də belə deyim, maraqla qarşılandı, alqışla qarşılandı və İnşallah növbəti belə deyə festivala vəsiqə qazandıq. Bir daha mən təşəkkür edirəm orada bizim əziyyətimizi çəkən hər bir kəsə. İnşallah ardı olsun. Çox sağ olun, təşəkkürlər.